Daha sonra mağazamızda çörək peçində istifadə etmək üçün belə paxlava listləri var ki, çox gözəldir. Daha əvvəl bunu bizim mağazamızdan Kənd Həyatı kimi tanıdığınız YouTube kanalından tanıdığınız həmən səhifə də alıb istifadə edib. Yəni hal-hazırda son paylaşımlarında da yenə bu məhsuldan istifadə edirlər. Yəni çox gözəl içərisində şirniyyatlar hazırlanır. Girib o videolarda baxa bilərsiniz. Həmçinin belə paslanmaz metaldan, nejavenkadan belə küvet deyirlər. Küvet deyirlər, lək deyirlər. Bunun içərisində qəşəng əti doldurub belə çörək peçində də hazırlaya bilərsiniz. Daha sonra onun biraz dərin formalısı da var ki, bunda da yenə içərisinə qəşəng tərəvəzləri doldurub, quzunun qabırğa hissəsi olsun, qolu olsun, rahat formada yerləşdirib o çörək peçində hazırlaya bilərsiniz. Bu ikili paslanmaz metaldır. Mağazamızda daha fərqli, daha maraqlı təkərli səbət aksesuarı var. Video uzun olmasın deyə videonu burada böləcəm. İnşallah növbəti videoda təkərli səbət aksesuarı ilə bağlı danışacağım ki, çörək peçi olanlar üçün çox gözəl, çox əlverişli bir aksesuardır. Bütün bu məhsullar sarayda yerləşən o davamlı materiallar mağazasında satışdadır. Mağazamıza yaxınlaşıb məhsulları yerində baxıb seçim edə bilərsiniz. Vaxt ilə bağlı, məsafə ilə bağlı yenə gəlməkdə çətinlik çəkən müştərilərimiz var. Səhifəmizdən bəyəndikləri məhsulları bizə WhatsApp vasitəsilə göndərsinlər. Ödənişli formada istərlərsə həmin gün taksi ilə çatdırılma edə bilərik və ya vaxt aralığı geniş olarsa kargo vasitəsilə də çox ucuz qiymətə sizə yaxın ünvana çatdırılma edə bilərik.